Bismillah. Bürclərin 4 fevrala ən düz proqnozu. Qoç, pul xəbəri gözlənilmədən gələ bilər. Risk etmə, amma fürsəti də qaçırma. Axşam saatları şanslıdır. Buğa, maliyyə ilə bağlı rahatlama başlayır. Köhnə borc, gecikmiş pul və ya qazanc ehtimalı var. Əkizlər, gəlir xərc balansına diqqət ver. 4 fevral pul gətirə bilər, amma ani xərclər də ola bilər. Xərçəng, pulla bağlı intuisiya çox güclüdür. Doğru hiss etdiyin addım səni qazanca aparacaq. Şir, 4 fevral pul enerjisi aktivləşir. İş təklifi, əlavə qazanc və ya nüfuz gətirən fürsət görünür. Qız, gecikmiş planlar hərəkətə keçir. Pul məsələsində səbirli ol. Nəticə müsbət olacaq. Tərəzi, pul axını yavaş-yavaş açılır. Kimləsə ortaq iş və ya razılaşma gündəmə gələ bilər. Əqrəb, gizli qazanc, bonus və ya əlavə gəlir mümkündür. 4 fevral sürprizlidir. Oxatan, pul mövzusunda yeni ideya yaranır. Səyahət, xarici əlaqələr qazanc gətirə bilər. Oğlaq, pul planı qurmaq üçün ideal gündür. Sərfəli qərar uzun müddətli qazanc verəcək. Dolça, gözlənilməz pul xəbəri, texnologiya, onlayn iş və ya tanış vasitəsilə qazanc var. Balıqlar, pul emosional vəziyyətlə bağlıdır. Sakit qal, doğru zamanda doğru qərar gəlir.